Bəzən bir insanın ən böyük arzusu nə var-dövlət, nə də şöhrət olur. Ən böyük arzu doğulduğu torpağa qayıdıb öz evində, öz ocağında yaşamaqdır. Bu gün həmin arzunu gerçəyə çevirən minlərlə soydaşımızdan biri də Xocalı rayon sakini Şirinov Hikmət Rasimoğludur. Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında bərpa, tikinti və idarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə 1967-ci ildə Xocalıda dünyaya göz açan Hikmət Şirinov 1-ci Qarabağ müharibəsinin iştirakçısıdır. Doğma yurdunun işğalı ilə o da minlərlə azərbaycanlı kimi məcburi köçkün həyatının ağır yükünü çiyinlərində daşıdı. Təxminən bir il əvvəl Hikmət Şirinov ailəsi ilə birlikdə Xocalı rayonunun Təzəbinə kəndinə köç edərək öz doğma yurduna qovuşub. 6 nəfərlik ailə üçün bərpa edilmiş 4 otaqlı yeni mənzil onların həyatında yeni bir səhifənin başlanğıcı olub. İllərlə qəlbində yaşatdığı vətən sevgisi artıq doğma elinin havasında, suyunda və torpağında öz əksini tapır. İkinci ildir, bir il 3 aydır köçmüşəm mən bura. Orada da saxlayırdım, görən boyda yaşayanda. Köçəndə də köçürdüm bura, buradan keçər aparmıyorum, elə burada saxlayıram. Bax, o Göranboyda o təsərrüfatında əldə etdiyim balla, bu Xocalıda balın nə kimi fərqi var? Çox fərqi var. Orada yəni kökə yox, qaraçan yox idi. Yoncadan, simişqadan, pambıqdan götürürdü. Amma burada güldən, çiçəkdən, qaraçan, gökə, 100 cür çiçək var. O meşəyə, meşə bu tərəfdədir, görükür meşə. Və o meşədən gətirir hamısını. Hikmət Şirinov hazırda doğma kəndində kiçik təsərrüfatla məşğul olur, zəhməti ilə ailəsinin rifahına töhfə verir. Hər bərpa olunan ev, hər yanan ocaq, hər uşaq gülüşü Qarabağın yenidən dirçəldiyini göstərir. Hikmət Şirinovun həyat yolu sübut edir ki, vətənə bağlılıq heç zaman itmir. İllərlə davam edən həsrət, səbir və inamın sonunda doğma torpağa qayıdış ən böyük zəfər, ən dəyərli uğurdur. Bu gün Xocalıda yenidən həyat var, yenidən ümid var və ən əsası öz yurduna qayıdan insanların çöhrəsində qələbənin sevinci var.